8-39-40-cı sualları qeyd edeyim ki, bu buraxılış imtahanında 10 dənə qrammatika sualından ən çox bəyəndiyim suallar 36-37 oldu. Digərləri çətin deyil, sadəcə diqqət tələb edir suallar. Heç biri çətin deyil, sadəcə diqqətli olmaq lazımdır. Hətta 36-cı sual blok tipində olan bir sualdır, 37 deyərdim. Biraz məntiq tələb edən sualdır ki, zaten qeyd etmişdim ki, ümumiyyətlə həm buraxılış, həm blokda artıq məntiqi suallara, cədvəl tipli, Euler-Venn diaqramında bu tipli cədvəllərə toxunurlar. Hətta o cədvəl məsələsini daha da təkmilləşdirməyə çalışırlar. Yəni 38-39-40-cı tipli suallar artıq gündəmdə deyil çox da. İmtahanlarda blok imtahanında cədvəl tipli suallar daha çox olur. Məsələn, buradakı kimi hər ikisinə aiddir, yalnız birinə aiddir. Burada uyğun fikir verməz, yanlış fikir istəyər sizdən. Ona görə diqqətli olmaq lazımdır. Həmişə də demişəm, sualın cavabı şərtdə gizlidir. Çox vaxt, yəni şərti düzgün oxusanız, cədvəli yaxşı başa düşsəz, təbii ki 50% qrammatika bacarığınız sayəsində o sualı düzgün yazacaqsınız. Baxdıq 37-yə. Uyğun fikirləri müəyyən edin. Gəncliyim, şərəfim, müqəddəratım, bir ürkək, nəsə oxumuram. Nümunələrin hər ikisinə aiddir, yalnız birinə aiddir. Baxın, hər ikisinə yalnız mıdır, yalnızdır, bütündür, hamısıdır. Bu tipli sözlərə fikir vermək lazımdır. Hər ikisinə aid olanlara baxaq və uyğun fikirlər istəyir bizdən. Nitq hissəsi ilə ifadə olunan həmcins üzvlər işlənmişdir. Gəncliyim, şərəfim, müqəddəratım. Burada həmcins mübtədələrimizi görürük və nitq hissəsidirmi? Bəli. Yəni söz ayrı, söz birləşməsi ayrı. Yəni bu ifadə vasitəsi sözdür, nitq hissələrdir, isimdir. Birinciyə aiddir. Baxaq görə ikinci cümləyə də aiddirmi? Qayıt, sən, yerinə qoy, sən. Nəyi, ayı, nəyi, günəşi. Həmcins tamamlıqlarımız da var burada hətta. Həmcins xəbərlər də var, həmcins tamamlıqlar da var. Deməli, nitq hissəsilə ifadə olunan həmcins üzvlər ikisinə də aiddir. Bir doğrudur. Baş üzvlərdən birinin həmcinsliyi var. Birinci cümlədə mübtədanın həmcinsliyi var. İkinci cümlədə isə xəbərin də həmcinsliyi var. Bəli, bu da ikisinə aiddir. Həm də ikinci cümlədə dedik, ikinci dərəcəli üzv olan tamamlığın da həmcinsliyi var. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Birinci cümlədə bəli, mübtədə ümumiyyətlə zaten uzlaşma əlaqəsində əsas tərəf olur və həmcins üzv olaraq mübtədə var. Amma ikinci cümlədə həmcins xəbərlər var, amma əsas tərəf deyil. Ümumiyyətlə xəbər əsas tərəf olmur mübtədə ilə uzlaşma əlaqəsinə girəndə. Onu yadda saxlayın. Ona görə 3 yanlışdır. 2 fərqli cümlə üzvü həmcinsdir. 2 fərqli cümlə üzvü həmcinsdirmi? Yalnız birinə aiddir deyir. 2 fərqli cümlə üzvü həmcinsdir. Bəli, bu sadəcə birinə aiddir. İkinci cümlədə həm xəbər, həm də tamamlıq həmcinsdir. Amma birinci cümlədə sadəcə mübtədanın həmcinsliyini gördük. Deməli 4 doğrudur. Həqiqətən ikinci cümləyə aiddir. Birinci cümləyə aid deyil. Həmcins mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Söz birləşməsi görmədim burada. Söz birləşməsi yox, sözdür. Yəni birinci cümləyə əgər aid eləsəz, həmcins mübtədələr var, bəli, amma söz birləşməsi deyil, sözdür. Nitq hissəsi olaraq aid olduğu. Nitq hissəsinə aidsə sözə aiddir, söz birləşməsi deyil. 5 də yanlışdır. Həmcins tamamlıqla işlənmişdir. Bu da təbii ki ikinci cümləyə aiddir. Yəni yalnız birinə aiddir. Deməli 6 düzdür. Yəni ümumiyyətlə heç birinə aid deyil. Ona görə götürməliyik. 1, 2, 4, 6 cavab olur B variantı. Bir mürəkkəb addır. Ədəbiyyat müəllimi Dəvəquşu Gülyaz. Yəni ən asan sual buraxılışın ən asan sualı idi. Allah ağzından eşitsin. Blokda da belə bir sual olar. Yəni amma təbii ki bu tipli suallara çox da yer verilmir. Günə baxan Dəvəquşu Gülyaz. Bunlar mürəkkəb sözlərdir. Biz ona görə götürmürük. Mürəkkəb söz ayrıdır, mürəkkəb ad ayrıdır. Ədəbiyyat müəllimi söz birləşməsi Novruz bayramı təbii ki bayram adı, mürəkkəb addır. C variantı.